Herkese Allah'a salam olsun. Bir günləri 35.000 manata. Bak bu gördüğünüz yolu hamma tanıyır. Hal-hazır bu yoldan 35.000 manata 3 oda ve həyətsiz bir evden söhbət gedir. Buyuraq daha evimizə və Allah ev olmayanlar Allah ev qismət etsin. 35.000 manata Ulduz metrosuna yaxın bir ərazidə keçilədir. Hal-hazırda bir evimiz çıxıb ki, satışan 35.000 manat. 3 otaqdan söhbət gedir. Allah'ın salam olsun hər kəsə. Bu gördüyünüz kimi bak bizim qonaq otaqdır. 2 dənə də yataq otağımız var. Mətbəximiz və sanitar qovşağımız evin içindədir. Bizcə bu evin həyəti yoxdur. Buyuraq evimizə baxaq və Allah evi olmayanlara ən yaxşısını Allah nəsib eləsin. Buyuraq baxaq. Yenə dediyim kimi bak bura hal-hazırda qonaq otağıdır. İstilik pesimiz bak belə bir şeydir. Kondisioneri. Bax belə bir. Əgərlər kimsə istəsə, bax əşyalar hamısı qalmaq şərtinə qiymət fərqliyi var. Bax belə də bir hal-hazırda gördünüz. Bax burada da bir mətbəxdir. Bu sanitar qovşağımız. Girişimiz də bax bu qapıdan da hazırda. Mənəsinə. Keçdik qonaq otağı. Bəli, 35.000 ilkin ödəniş verməklə bu evə sahib ola bilərsiniz. Ümumi qiymət 52.000 manatdır. Yenə dedim, Ulduz metrosuna yaxın Keşilədə yerləşir evimiz. Birinci kolon, Səfərov kolon var burada. Birinci kolon həbsxana olan yerdə, kolon yanında yerləşir evimiz. Yəni ondan bir 100 metre aralıda yerləşir. Evimiz 35.000 ilkin ödənişlə 52.000 və yaxud da istəsəz bütün əşya qalmaqla 36.000 ilkin ödənişlə verə bilərsiniz. Yenə 52.000 manatadır. Sağ olun, var olun. Allah'a emanet olun.